Salam, xoş gördük. Mən Nifər Həsənova. Deməli bugün Kadera test bankında verilmiş deməli Python bölməsinə aid olan belə bir suala baxırıq. Deməli sual bu formadadır. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. A-nın qiyməti 12, B-nin qiyməti 15-dir və print bunu çap edəcək. Və burada qeyd edim ki, dırnaq daxilində nə varsa olduğu kimi çap olunacaq. Deməli, burada A-nın qiyməti 12-dir. Toplama işarəsi dırnaq daxilində olduğu kimi çap olunacaq. Vergül var burada. B də olduğu kimi çap olunacaq. Həmçinin bərabər simvolu da. Və A-nın üzərinə 12-ni əlavə ediblər. Yəni 12-nin üzərinə 15 əlavə etdikdə 27 olacaq. Və bura baxsaq, toplama işarəsi dırnaq daxilində deyil. Yəni A ilə B dırnaq daxilindədir. Onları birləşdirəcək. Yəni sətr formasındadır. Birləşmiş formada çap olunacaq. A, B. Yəni 12 üzərinə B bərabərdir 27 AB cavab olacaq D bəndi. İndi isə gəlin 49-cu suala baxaq. Deməli proqram fraqmenti icrası nəticəsində deməli Z qiyməti sonda 35 qiymətini almışdır, yəni sonda. Və X-in ilkin, deməli X-in qiymətini istəyir, ən böyük qiyməti və 2 rəqəmli formada. X və Y daxil edilir və burada X nədirsə ona bölünməsinə alınan qalığı tapır. Həmçinin Y də və alınmış qalıqları hasilini çapa verir. Və biz bilirik ki, 35-i necə ala bilərik? Əlbəttə ki, 7-ni 5-ə vuranda 35 ala bilərik də. Və bizdə də X-in ən böyük qiymətini istəyir. Biz böyük rəqəmdən başlayaq, 9-dan başlayaq. Nəyi, məsəl üçün, 90 neçəni 10-a böləndə qalıqda 7 alınır, 97-ni. Deməli, X-in qiyməti 97 olacaq. Deməli, burada da yəni X bərabərdir X bölünsün 10, yəni 97-ni 10-a böləndə qalıqda 7 alınır. Həmçinin Y bərabərdir Y 10-a böləndə qalıqda 5 alınması üçün. Yəni Y ən böyük qiymət 95 verək. Bərabərdir 5. Və burada bizdə X-in qiymətini istəyir. Deməli, biz buradan aldıq ki, deməli, X-in ən böyük qiyməti 97 olacaq. Cavab oldu D bəndi. Belə, sualların izahı ilə bağlı yenə nəsə sualınız olsa, rəy bölməsinə yazarsa cavablandıracağım. Lap istəyirsiniz, mən bunu Python proqramlaşdırma dilində də yazıb, daha da əyani formada sizə təqdim edəcəm. Gəlin, yazaq. Deməli, burada X-i və Y-i daxil edək. Deməli, Y bərabərdir int input və burada X bərabərdir X-i ona bölünməsindən alınan qalıq, faiz işarəsini yazacağıq. Və Z-də bunların hasili olacaq. Print Z olacaq. İndi gəlin biz bunu çalışdıraq, run eləyək. Deməli, gəlin X-ə verək 97, Y-ə verək 95 və cavabımız 35. Belə, bu qədər. Diqqətinizə görə təşəkkür edirəm.